Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-sində Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-u və 20-sində həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Eyni zamanda 28 dekabr 2024-cü il tarixində isə Konstitusiyamızın və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci il dönümünü nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının prezidenti Respublikamızda 2025-ci ilin Konstitusiya və suverenlik ili elan edilməsi haqqında növbəti sərəncam imzalamışdır. Prezidentin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə isə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər günü kimi təntənəli şəkildə qeyd edilməsi qərarı alınmışdır. Elə bugünkü tədbirimizdə Konstitusiya və suverenlik ili çərçivəsində Zəfərimizin 5-ci il dönümünə həsr olunub. İndi isə icazənizlə Zəfərimizin 5 qürurlu ili adlı tədbirimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edirik. Səndən ötürü qan tökməyə cümlə qadiriz. Üçrəyli bayrağınla məsrur yaşa, üçrəyli bayrağınla məsrur yaşa. Millərlə can qurban oldu, sinəm hərbə meydan oldu. Özü bu tarifə sığmaya, bir ananın oğlu kimi doğulur, Bir anaya oğlu olan, havan da, suyun da, şehadet yurdunda, vətən bir deyər. Bizə qanlı döyüşlərin gürurunu yaşadan. Üçrəyli bayrağı ucalsın deyə. Evinə bayrağa bükülüb dönən. Şəhidlərimizin ruhuna. And içilir.
unutmarıq, unutturmarıq. Sizi unutmayın, unutturmayın. Xatirəniz əbədi, adınız ölməzdir. Xatirəniz əbədi, adınız ölməzdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edərək bizə qələbəni bəxş edən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmək üçün xahiş olunur, hamı ayağa qalsın. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Yüreğimde eşk olana, soyumda bir isteğinde bir. Hak yolunda yanan gelme, alında bir üstünde bir. Benim için bu torpağın altıda bir üstünde bir. Benim için bu torpağın altıda bir üstünde bir. Özüm torpağım olup yurdum, torpağını çok ağlarım. Vatan için yaşayırım, şehadete şöyle varım. Özüm torpağım olup yurdum, torpağını çok ağlarım. Vatan için yaşayırım, şehadete şöyle varım. Susmaz elem, susmaz dilim, kanım için ölerem ben. Hak yolunda her bir derdi, çekip şöyle dilerim ben. Vatanıma göz dikeni, yüzünden silerim ben. Vatanıma göz dikeni, yüzünden silerim ben. Mübarizem ben Polat'ım, kanımla tarih yazarım. Vatan için yaşayırım, şehadete şöyle varım. Mübarizem ben Polat'ım, kanımla tarih yazarım. Vatan için yaşayırım, şehadete şöyle varım. Cennet yeryüzüne şanlı qalxan isti suyum. Laçın elim, Ağdam ovam, Cəbrayılım, qanlı yurdum, Qarabağım. Gözün aydın, sən axır ki öz arzunla, öz oğlunla, öz qızınla, el ovanla nəfəs aldın. Sən 30 il, 300 il tək tez qocaldın. Sən düşmənə məcbur qaldın, igidlərin aldı səni. Al bayraqlar, alıb saçan al sancaqlar, üç rəngi ilə dalgalanır göğsündə. Gözün aydın Azərbaycan, ürəyində, ciyərində tonqal salmış, od qalamış Qarabağın qara dərdi artıq yoxdur. Gözün aydın, saçları ağ, ovcu qabar, qəlbi qubar qoca ana. Şəhidlərin qanı yerdə qalan o obadan, o diyardan əsər yoxdur. Gözün aydın, igid əskər, Xocalanın qisasını almısan sən. Gözün aydın, Qafqazdakı qoca qartal, sən yenidən qanat çalıb uçacaqsan. İgidlərin öz qanıyla, körpə cavan canlarıyla məlhəm oldu, çarə oldu parçalanmış qollarına. Şəhadətə ərdi onlar, canlarından can ayırıb sənə min can verdi onlar. Odur ki, sən qanla, canla sağalmısan, uca vətən, sən yenidən doğulmuşsan. Gözün aydın, ana vətən, nəhayət ki, sən azadsan. Düşünün ki, neçə illik həsrətdən, neçə igid qəhrəman, neçə qanlı və şanlı gecədən, sarsılmaz bir iradənin, qorxusuz bir komandanın rəhbərliyi ilə bizi necə bir parlaq səhərə çıxardı. Bu müzəffər ordu, bu dəmir yumruq,
bu rəşadətli xalq necə bir zəfərə qədəm qoydu. Qürurluyuq, çünki bu şanlı gün tariximizin qürur yeridir. Zəfər günü, mübarək Azərbaycan. İndi isə tələbələrimizin iştirakı ilə 44 günlük vətən müharibəsinə həsr olunmuş Qonşu Qonşu olsa adlı tamaşanı sizlərə təqdim edirik. Ben başını alacağım. Sonra bütün Azerbaycan'ı. Eğer ömrüm satarsa, Var xeyli yaşın. Ecel bir o kadar da olsa. var mı muhasebe yapacağım? Evvel Bakı, sonra Azerbaycan. Hadi düşünceleriniz kutlamak istemem. Belə istəklə ömrüsünləri tanımaq istəmərəm. Ben başını alacağım. Sonra Azerbaycan'ı. Buna nə ömür yetər, nə qələm, nə də yazı. Çünki bu boş bir həvəsdir. Ben başını alacağım. Sonra Azerbaycan'ı. Sonra bütün dünyanı. Sen göreceksin. Bizim tanklarımız Bakı'nın küfelerinde gezecek. Biz Bakı'nın merkezinde oturup çay içeceğiz. Tələsmə. Sizin bu arzumuzu biz də yallaşdıracaq. Necə? İzlə və gör. Ben başını alacağım. Ben başını alacağım. Azerbaycan'ı alacağım. Başını alacağım. Ben belə hissediyorum. Görmürsən, ortalık yine karışır. Ama hiçbirimiz belə düşünmürdük. Ne mən, ne de sen. Azərbaycan Silahlı Qüvvələrinin qoşunları torpaqlarımıza müdaxilədədir. Hazırki vəziyyətdən belə anlaşılır ki, 2-ci Qarabağ müharibəsi başlayır. Uca Grigori, sen özün bize kömür ol. Mahvolduk biz. Biz mahvolduk. Mahvolduk biz. Baş nazir Paşinyan öz Facebook hesabında yazıb ki, narahat olmağa dəyməz. Qələbə hər zaman bizimlədir. Sağ ol Paşik, sağ ol. Əgər onlar həqiqətən gəlirlərsə, bu dəfə onların qabağında heç kim dayana bilməyəcək. Lənət olsun! Lənət olsun! Biz vaxtında getməliyik. Fikirləşə görə nə edirik? Əvvəl axır bunun belə olacağı onsuz bəlli ilə. Biz vaxtında getməliydik. Vaxt var idi ki, biz buradan qaçmalıydıq. Ben bilirdim ki bu işin sonu belə olacaq. Biz heç bura gəlməməliydik. Biz burada qalmamalıydık. Biz buradan getməliydik. Onlar bizə sormaları Bəsdir! Bilirdin sən? Bəs əvvəl indiki kimi heç də olmamış yaşayırdın da. İndi demək istəyirsən ki, bura bizim deyil. Axı sən özün burada yaşamaq istəyirdin. Sən özün bu evi istəyirdin. Bəsdir, sən nə danışırsan axı, hə? Nə danışırsan sən? Sənin elə məndən qabaq boyla tamam düşmüşdü. Elə boyla geridən sonuçlar. Sus deyirəm sənə. Artıq döyüşlərin 10-cu günündəyik. Ordumuzun düşmən üzərindəki üstünlüyü davam edir. Bəzi hallarda taktiki geri çəkilmələr müşahidə olunur. Bu səbəbdən də xalqı qarşı tərəfin dezinformasiyalarına inanmamağa çağırırıq. Mən niyə bilərəm? Axı özün görürsən ki, əlimdən heç nə gəlmir. İndi əvvəlki vaxt deyil. Danışmaqdansa, get yürüyüş elə.
Mən avtobus sürücüsüyle danışdım. O bizi sərhədə qədər atılacaq. Sen ne danışırsan? Ne danışırsan ne sen? Değiller ki bu haraba kalmışlar. Bir de ne konuşmuşlar olur ki bari. Eşitsen beni. Ben hiç yere gitmeyeceğim. Benimle burada kalacağım. Dedim akıl danışmışsan. Başa düş. Biz bu dəfə düzacağıq. Aklım 30 il əvvələ getməsin. Boş boş danışma. Boş boş danışma. Eşitsen beni. Bana ne bu ev ne de bu torba lazım değil. Hiç sen de bana lazım değilsen. Ben hiç yere gitmeyeceğim. Benimle burada kalacağım. Hiç yere. Eşittin? Hiç yere. Çətindir, hə? Qonşu, səfərdən gəlmə. Elə həmişə buradayım. Nədən gələcək? 30 il əvvəl necəksə, belə də qalır. Döşəmə də cırılır. Bilirdin ki, əvvəl axır buradan getməlisən, ona görə. Sən axı, yox, mən kabus götürdüm, ola bilməz. Mən kabus götürdüm. Yox, Ya mən görürəm. Kabus görmürsən, deyəsən də sənin çox xoşuna gəlir. Hə, bura mənim hoşuma gəlir. Mən bunu bilirdim. Onsuz uşaqlığımın çoxu burada keçir. Bizim bir yerdə çox yaxşı uşaqlığımız oldu. Yaxındadır. Amma sən çox nadimcidir, həm də heç də zarafsın. Həm də gəlib, səndən kömək istəyirdim. Sən də hər zamanki gəlib, mənə kömək edirdin. Sən çox güclü idin. Günahlarını etiraf eləmək çox böyük cəsarət. Günah niyə olur ki? Hə? Niyə olur ki günah? Bəs bütün bunlar günah deyil. Günah niyə olur ki? İndiki siz yoxsunuz. İlahi ədalət. İlahi ədaləti yox etmək mümkün deyil. İlahi ədalət? Hansı ilahi ədalətdən danışırsan, ha? Hansı ilahi ədalətdən danışırsan? Sən artıq yoxsan. Sən sadəcə mənim gözümə görsənirsən. Öz dünyanı git. Artıq sənə bura aid deyil. Mənim dünyam elə buradır. Mən bura aidəm. Sən 30 il əvvəl aid olduğun yerə gedirsən. Sən artıq yoxsan. Çıx, get deyirəm sənə. Çıx, get deyirəm sənə. Sən bu həqiqətini götə bilməyəcəksən, sənin həqiqətinə. Çıx, get deyirəm sənə. Çıx, get. Çıx. Akram! Akram! Akram ne oldu sana? Yaşlısan! Akram! Su getireyim sana! Akram! Doktor Akram! Yaşlısan! Ne lazım? Sana koydun sen! Sen bana köpeğe gelmezsin! Niye? Aslında ben köpeğe gelmeyelim. Ama ben belli. Şimdi sen yoksan. Sen benim yoksan yoksan. Niye gelmesen? Ben arzularımla yaşayayım. Ama siz benim arzularımı vermediniz. Biz sana hiç verememişiz. Biz sana hiç verememişiz. Biz burada yaşayalım, biz sana hiç verememişiz. Sen benim gözüme görsen de sana çok gel. Seni görmeye ben azap verir, çok gel. Ben hiç yere gidemeyeceğim. Unutursan, tamam ben de özledim. Burada biz yaşıyoruz. Sen artık bu evde yaşamışsın. Seni görmeye ben azap verir, çık git diyeceğim sana. Başa düşmürsen, köpeğim bana çık git. Seni görmeye ben azap verir, çık git buradan. Çık git. Korkma. Sakinler. Xahiş edirəm. Bu işgəncəni bitir. Sən heç nə eləməmişəm. Biz günahsızız. Biz de günahsızız. Biz size hiç söylememişiz. Axı biz sizə yaxşı qonşu olmaqdan başqa nə eləmişdik? Belki biz sizi yaxşı qonşu bilmemiştik. Yok, yok. Siz yaxşı qonşuydunuz. Sadece bizim talihimiz belədir. Talihiniz? Biz buna məcbur olduq. Bizim başqa yolumuz yox idi. Başqa yolumuz
Bəs bizim körpə övladımız, ona nə oldu? Nə yaptı ona? Uca bir koyun. Harada o? Biz ona hiç eləməmişik. Heç nə eləməmişik. Meğer körpə uşaqdan da qorxurdunuz. Axı o körpəydi. Axı onun heç kimə ziyanı yox idi. Körpəydi o. Yox. Bu sizin bildiğiniz... Dəstək olma! Dediler ki, sizin askerlerden biri ona kılas edip aparıp narahat olmayın. Narahat olmayın. Bu bir şey. Siz çok yaxşı konuşurdunuz. Çok yaxşı konuşurdunuz. Cevap ver ona. Cevap ver, benim körpüm oradadır. Ona nə elədiniz? Körpə övladımı sardadı. Ah, ne köpeydiniz? Peki sen uşaqların ağzından oynuyordun. Ona zavallı kimi bakırdı. Ha. Biz sizin paydaşını öldürenler... Geldiler onu. Geldiler. Siz söylemiş oğlum. Siz saçı sevmiyorsunuz. Hepiniz söylemeyin. Yalvarırım bunu hiç söylemeyin. Eşidirsən yoldaş ama. Eder ben kurallar ne bilir? Sizin eviniz. Bura 30 yıl önce hain öldürdüğünüz, en yakın dolaşlarınız olan, bu evde çöreğini yediğiniz, suyunu içtiğiniz benim atam Selim'le, anam Seyden evidir. Sen? Sen olsun. Sen de büyümüşsün. Boyuna boyuna. Çabuk konuşuyorsun. Biz seni çok seviyorduk. Ben de, Elhamdülillah da. Senin ananı, atanı da biz çok sevildi oğlum. Onları öldürdünüz, onları biz öldürmedik. Bizim askerler öldürdü. Biz hatta onları gizletmişiz ki bizimkiler onu tapı öldürmesin. Düz değil. Ama onlar öldürdüler. Hatta biz onları gizlettiğimiz için bize ceza da verdiler. Belə görürəm sizə cəza yox. Uşaqlar kimi onların evinə hər yer verirlər. Oğlum. Sen benim onlarımda dünyaya yürümüşsün. Ben seni çok sevdim oğlum. Sen devletin yolunda her yanında güven. Sen akı bizim gibi insanlara hiç ne bilmezsen. Bir kere de sen boynuna sarıl. Sonra bütün canımız sen halal olsun oğlum. Yoldaş Amaldi. Ya bırak bizi, bırak bizi! Erzaklar ben size inanmamalıydım. Ben size inanmamalıydım. Siz evrenler hiç öz hissiyatlarınıza erteşen değilsiniz. Bırakın bizi. Bırakın bizi. Ne kadar ki bu demir ürünü havaradır. Zafer her şey bizimle olacak. Yoldaş Amaldi, mən sizə demişdim axı onlara inanmaq lazım deyil. Yaxşı deyiblər. Qonşu olsa, bax səfərinə inlər. Doğrudur. Doğrudur. Ne kadar ki evrenle konuşuyor. Demir yumruk hemşe havada olmalıdır. Havada olmalıdır. Dışında olma. Yok, Zafer Bey. Yok, Zafer Bey. Demiştim ki bizim davranımız Bakı'ya gelecek. Onlar Bakı'nın küsələrində gəzəcək.
Və heç vaxt unutma ki, siz ermənilərin nə qədər xain, təmiz xisləti varsa, biz Azərbaycanlıların dəmir yumruğu var. Bu yumruq nə qədər ki havadadır, zəfər həmişə bizimlə olacaq. Əbədi olacaq.
Zəfəri mübarək Azərbaycanım ifa edirlər. Odlar Yurdu Universitetinin tələbələri Nihat Xəlilov və Rəhilə Dadaşova. Göylere şöhretin şanı
məmləkətim. Odur millətim, odlar yurdum. Şir ürəkli cəsur ordum, tariximin səhifəsinə biz qalibik kəlməsini yaza bildik. Qaçqın, köçkün sözlərini yaddaşlardan poza bildik. Yürüdükcə addım səsi düşmənimin ürəyini silkələdi. Od sıçradı, otlar odlu, o da gəldi. Yalı düşmən sinəsində od qaladı, 30 ilin həsrətini, qubarını pərən saldı, parçaladı. Yuvasından ayrı düşən yuvasına geri döndü. Dünənində məğlub olan bugünümdə qalib oldu. Arzularım, diləklərim çiçək açdı. Al günəşin vətənimin üfüqündən işıq saçdı. Nur çilədi torpağıma, nur çilədi aranıma, yaylağıma. Qaranlığın əllərini qıra bildik. Ümidsizlik yapısını öz yolunda yora bildik. Kimsə durmaz önümüzdə deyənlərin önlərində dura bildik. Qalibiyyət imzasını çəkə bildik. Qalibiyyət möhürünü vura bildik. Gözün aydın Oğuz eli, xan bayandı, salır qazan. Gözün aydın Çənlibeli, Dəli Həsən, halay pozan. Gözün aydın ey Babəkim, Sər aslanım, ey Əzrəkim, ey Tərxanım. Gözün aydın Şah İsmail hökümdarım. Gözün aydın Pənahəli, Dağ-Qarım. Bütövləşdik, toparlandıq, yağı düşmən ətləsinə şah dayandı. Qəlbimizdə vətən eşqi, vətən andı. Bizim olan bizim oldu. Şanlı vətən bayrağımız zirvələrdə dalgalandı. Gözün aydın, öz oğlunu bu torpaq üçün qurban verən anam mənim. Öz adını bu torpaq üçün qurban verən bacım mənim, sonam mənim. Gözün aydın, atasını itirənim. Oğlum mənim, qızım mənim. Qondaqdakı dil açmayan körpəm mənim. Dağım mənim, duzum mənim. Sinəmizə dağ çəkənin sinəsində dağ yaratdıq. Şəhərimizə kət baxanın gözlərində ağ yaratdıq. Şimşək olduq düşmənlərin ürəyində arzuları külə döndü. Göz yaşımı tökənlərin göz yaşları gölə döndü. Qobustandan, anazağa kahasından babam gəlsin. Evlərimi haraylasın, qavaldaşı döyəcləsin. Dədəm Qorqud söz söyləsin, boy boylasın. Gözün aydın, ana yurdum, ulu Turan. Gözün aydın, Azərbaycan. Gözün aydın, Azərbaycan. Bizimdir, Qarabağ Azərbaycandır. Azərbaycan əskəri, səndə var uca qeyrət,
değerli tədbir iştirakçıları, bugün Azərbaycan xalqı müqəddəs vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında 3 rəngli bayrağımız dalgalanır. Xalqımız hər il Zəfər gününü iftixar, qürur günü kimi qeyd edir. İndi isə vətənimizin ən qürurlu günü haqqında dəyərli fikirlərini bizimlə bölüşmək üçün və zəfərimizin 5-ci il dönümünə həsr olunmuş məntiq və bilik yarışının qaliblərini fəxri fərmanlarla təltif etmək üçün söz verilir. Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, millət vəkili Professor Samir Vəliyevə. Hörmətli Universitetimizin professor müəllim heyəti, əziz tələbələr, hamınızı qarşıdan gələn Zəfər günü münasibəti ilə təbrik edirəm və bir mənalı olaraq da əminəm ki, qarşıda hələ bizləri böyük zəfərlər gözləyir. Mən ilk öncə istərdim hörmətli Xatirə xanıma öz dərin təşəkkürümü bildirim. Eyni zamanda bugün səhnədə müxtəlif obrazları canlandıran bizim tələbələrə öz minnətdarlığımı bildirim. Belə bir səhnə faktiki olaraq erməni xislətindən başlayaraq Azərbaycanın qalibiyyətinə gedən yolu ifadə etdi. Düzdür, erməni ailəsi obrazı biraz yumuşaq göstərildi, daha mərhəmətli göstərildi. Ancaq hamımız bilirik ki, ermənilərin bizlərə yaşatdıqları bu istirab, bu əziyyət, bu düşmənçilik o qədər dərin olub ki, bugün hər bir Azərbaycanlı təbii ki, bunu öz qəlbində, öz ürəyində hər zaman saxlayacaqdır və baxmayaraq ki, bugünləri biz artıq sülh müqaviləsi yolundayıq, biz hər zaman unutmamalıyıq ki, bizim qonşumuz ermənidir və buna görə də biz bir mənalı olaraq hər zaman istər iqtisadi, istər hərbi, istər xalqımızın ruhu baxımından hər zaman yüksəklikdə olmalıyıq ki, qonşumuz bir daha baş qaldıra bilməsin. Mən düşünürəm və hesab edirəm ki, Zəfər günü 8 noyabr tarixi bizlərin tarixində xüsusi önəm kəsb edən bir gündür. Təbii ki, 44 günlük bizim zəfər qələbəmizi aparan yolun hər günü bizim üçün zəfərdir. Çünki ölkə prezidenti də bunu dəfələrlə vurğulayıb ki, döyüş meydanında hər hansı bir Azərbaycan əskəri olmayıb ki, o geriyə addım atsın. Hər zaman biz irəli getmişik, ona görə də bizim ölkə prezidenti tərəfindən verilən o 44 gün ərzində xoş müjdalar, eyni zamanda hər gün irəliləyişlər onu deməyə əsas verir ki, bizim 44 günümüzün hər bir günü bizim üçün zəfərdir. 8 noyabr tarixi də xüsusi önəm kəsb edir. Bilirsiniz ki, alınmaz hesab olunan Şuşanın düşməndən azad olunması məntiqi nəticə olaraq ermənilərin kapitulyasiyasını gətirib çıxartdı. Və Şuşa bizim üçün müqəddəs, bizim mədəniyyətimizin, incəsənətimizin bir beşiyidir. Ona görə də Şuşanın alınması bizim üçün xüsusi önəm kəsb edirdi. Və bu müjdəni də ölkə başçısı verdikdə ata vəsiyyətinin də yerinə yetirilməsini dedi və Ulu Öndərin Şuşanın düşməndən azad olunması bir arzu idi. Bu arzu da yerinə yetdi. Və 8 noyabr tarixi bizim üçün Şuşanın alınması ilə eyni zamanda 44 günlük müharibəmizin, zəfər qələbəmizin deməli, əldə olunması ilə birbaşa bağlı. Onun bir rəmzi mənası var və bu il bizim zəfərimizin 5 illiyinin qeyd olunması Konstitusiya və Suverenlik ili çərçivəsində belə bir zəfər gününün 5 illiyinin qeyd olunması xüsusi mənası vardır. Çünki Konstitusiya və Suverenlik bilirsiniz ki, bunlar bir-biri ilə çox sıx bağlıdırlar. Bugün Azərbaycanın bütün ərazisində suverenlik təmin olunubdur. Bu da təbii olaraq bütün ərazidə, suveren ərazilərimizdə Konstitusiyamızın
bərqərar olması deməkdir. Ona görə bu iki anlayış bir-birinə çox bağlıdır. Ümumiyyətlə, bizim Zəfər qələbəmizin bir çox məqamları var ki, onlar həm ölkəmizdə, eləcə də beynəlxalq ictimaiyyətdə müzakirə olunan, araşdırılandır. Bunun həm tarixi, həm siyasi, eyni zamanda hərbi mənası vardır. Tarixi mənası ondan ibarət idi ki, 30 illik ədalətsizlik artıq deməli bitdi və ədalət bərqərar olundu, haqq öz yerini tutdu və biz öz tarixi Dədəoğlu torpaqlarımıza artıq qayıtmaq prosesindəyik. Birincisi ki, 50 minə yaxın artıq bizim soydaşlarımız öz Dədəoğlu torpaqlarına qayıdıblar. Bərpa quruculuq işlərinin sürətini siz özünüz görürsünüz və düşünürəm ki, nəzərdə tutulan o qayıdış proqramına əsasən deməli, sürətlə həyata keçiriləcək. Düzdür, bunları daha bilirsiniz ki, kifayət qədər böyük maneələr var. Ərazilərimizin minalaşdırılması, eyni zamanda bir çox əngəllər mövcuddur ki, daş üstə qoyulmuydu həmən ərazilərimizdə. Yəni, burada daha çox bərpa yox, quruculuq işlərini gedir. Ona görə də bunlar da bir zaman çərçivəsində həyata keçirir. Siyasi mənası da kifayət qədər böyükdür. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinə istinadən deməli, hərbi döyüşlərə başladı. Azərbaycan faktiki olaraq 4 qətnaməyə söykənərək bu əməliyyata start verdi. Bu bir tərəfdən, ikinci tərəfdən Birləşmiş Millətlər Təşkilatının özü üçün qəbul etdiyi 4 qətnamənin icra olunmasının, belə deyək ki, göstəricisidir. Kağız üzərində bu qətnamələr olsa da, faktiki olaraq realizə olunmadı. Azərbaycan həm bu qətnamələrə istinad etdi, eyni zamanda BMT-nin özü də bu qətnamələri onun icrasızda qalmadı. Eyni zamanda Azərbaycan Birləşmiş Millətlər Təşkilatının özünün müdafiə statusundan, imkanından istifadə etdi. Həmçinin beynəlxalq hüquqda qəbul olmuş bir sıra prinsiplərə əsaslanaraq hərbi döyüşlərə başladı. Bütün bunlar onun göstəricisi də Azərbaycan döyüş meydanında ümumiyyətlə döyüşə başlamasının yalnız və yalnız əsasını beynəlxalq hüquq prinsipləri təşkil edirdi və döyüş prosesində də 44 günlük bizim haqq yolumuzda olan müharibəmizdə də, vətən müharibəsində də biz hər hansı, elə deyək, müharibə gedişatında beynəlxalq hüquqa əsaslanan prinsipləri pozmadıq. Hərbi əməliyyatlarda onlara bağlı olan prinsiplərə riayət etmişik. Çünki siz özünüz bilirsiniz ki, erməni elə bir millətdir ki, acəl millətdirsə, Azərbaycan tərəfindən hər hansı, belə deyək, hədəfə alınan sıravi bir insan və yaxud ki, mülki insan və mülki obyekt olmuş olsaydı, dünya car çəkmişdir. Ona görə də biz çox taktiki olaraq gedişat ilə müəyyənləşdirildi ki, ölkə prezidentinin Müzəffər Ali Başkomandanın rəhbərliyi altında Azərbaycan döyüş meydanında qalibiyyət əldə etdi. Və bunun təbii ki, hərbi məzmun və mənası da var. Bu günləri Şuşanın alınması bir hərbi əməliyyat kimi bir çox hərbi doktrinalarda müzakirə olunur. Eyni zamanda hərbi taktiki gedişlər öyrənilir. Bunun da xüsusi bir önəmi var. Bu, Azərbaycan ordusunun gücünün, Azərbaycan əskərinin qəhrəmanlığının göstəricisidir. Və bu günləri təsadüfi deyil ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Və öncə qeyd etdiyim kimi, biz sülh müqaviləsi istiqamətində yolunda olsaq da, düşmənin kim olduğunu bildiyimiz üçün bizim istər hərbi xərclərimizin, istərsə də bizim əskərlərin hərbi hazırlığı istiqamətində ildən ilə büdcədən də ayrılmaların artıldığını görürük. Eyni zamanda müxtəlif istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də Azərbaycan, Pakistan, Azərbaycan, Türkiyə hərbi əlaqələri müttəfiqlik
çərçivəsində təlimlər keçirilir. Bu, hər zaman ordumuzun düşmən tərəfindən revanşist addımlarına düzgün və doğru cavab verməmiz üçün. Mən bir daha qarşıdan gələn Zəfər günü münasibət edirəm. Hamınızı təbrik edirəm. Zəfəriniz uğurlu olsun. Təşəkkür edirik Samir müəllim. İndi isə məntiq və bilik yarışının qaliblərini fəxri fərmanlarla təqdim edirik. Beləliklə, 4-cü yerlə təltif olunur. Zəfərə doğru komandası. Turizm işinin təşkili ixtisasının 36 saylı qrup tələbələri. Muradxanova Şəbnəm və Mahmudzadə Nüsrət. İxtisasının 962 saylı qrup tələbələri Bayramova Gülnar, Allahverdiyeva Fatimə və Məmmədova Gülay. Tədrisin təşkili üzrə prorektor, dosent Qabil Qafar. Üçüncü yerlə təltif oldu. Qarabağ komandası. Marketing ixtisasının 366 sayılı qrup tələbələri Heydarov Səxavət və Ələskərzadə Fidan. Təhsildə sosial-psixoloji xidmət ixtisasının 614 sayılı qrup tələbələri Tağızadə Aysun və Məmmədli Güney. Psixologiya ixtisasının 36 sayılı qrup tələbəsi Məlikova Zilan. Turizm işinin təşkili ixtisasının 30 sayılı qrup tələbəsi Ağazadə Həsən. Təhsildə sosial-psixoloji xidmət ixtisasının
ixtisasının 614 sayılı qrup tələbələri Səmədova Asiyə, Əliyeva Nərmin, Quliyeva Türkan və Abbasov Nihan. Teşekkür ettik Qabir müəllim. İndi isə səhnəyə dəvət edirik strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, professor Elşad Məhəmməd. Nəhayət, birinci yerdə təltif oldu. Legion komandası. Təhsildə sosial-psixoloji xidmət ixtisasının 614 sayılı qrup tələbələri Şiriyev Adil və İbrahimova Zilan. Turizm işinin təşkili ixtisasının 36 sayılı qrup tələbələri Qasımova Dilşad və İsayev Eyyub. Əziz həmvətənlər, bir daha hər birinizi böyük qələbəmizin 5 illiyi münasibəti ilə təbrik edirik. Ruhumuz sağlam, qələbəmiz əbədi olsun. Sağ olun, sağlıqla qalın.